Bugün sizi dünyanın ən sıx əhalili, ən gərgin amma bir o qədər də maraqlı ölkələrindən birinə aparıram. Söhbət Banqladeşdən gedir. Fəlakətlərlə iç-içə yaşayan, ucuz işçi qüvvəsinin arxasında dayanan reallıqları isə bəzən heyrətləndirən, bəzənsə sarsıdan bir coğrafiyadan, sərt həyat şərtləri, tropik gözəlliklər və insan izdihamı arasında itmiş bir ölkə. Amma bu xaosun içində sizi həm düşündürəcək, həm də təəccübləndirəcək detallar var. Hazırsınızsa, Banqladeşin tozlu küçələrində gəzişməyə başlayırıq. Banqladeş, Benqal ölkəsi mənasını verən bir Cənubi Asiya ölkəsidir. Benqal sözü bu coğrafiyaya xas bir pələng növündən gəlir və ölkənin adı da buradan qaynaqlanır. Uzun illər boyunca İngiltərənin müstəmləkəsi olmuş bu ölkə Hindu və Budda ənənələrinin mərkəzində yerləşən bir həyat tərzinə sahibdir. Təbii ki, İslam mədəniyyəti də burada son dərəcə geniş yayılıb. Hindistanda olduğu kimi burada da insan sıxlığının çox olduğu yerdə mütləq hansısa bir çətinlik var. Əgər Banqladeşin atmosferini yerində hiss edib yaşamaq istəyirsinizsə, bu ölkə əsasən tropik çimərlikləri və zəngin meşələri ilə tanınır. Yəni təbiət baxımından mükəmməl bir ab-havaya sahib olduğu şübhəsizdir. Amma orada sizi başqa problemlər də gözləyir, çünki Banqladeşdə həddindən çox milçək var. Buna görə də Banqladeşə gedəndə mütləq yanlarında milçək qovucu dərmanlar aparırlar. Banqladeşin paytaxtı Dhaka şəhəridir və bu baxımdan ölkənin ən inkişaf etmiş və şəhərləşmiş bölgəsi sayılır. Eyni zamanda ölkənin ən sıx əhalisi olan şəhəridir. Burada 12 milyon insan yaşayır. Banqladeş zəlzələ və daşqınlar ölkəsidir. Ölkəyə getdiyiniz zaman zəlzələ və ya hər hansı bir təbii hadisə ilə qarşılaşsaz təəccüblənməyin. Hər addımda onlarca insanın olduğu bir ölkədə daşqın kimi bir fəlakətə düşmək fikri belə insanı qorxutmağa kifayət edir. Banqladeşin xəritəsinə baxsaq, Cənubi Asiyada yerləşdiyini və Myanma ilə Hindistan kimi ölkələrlə sərhəd qonşusu olduğunu görərik. Bu baxımdan Hindistan mədəniyyətinə bənzər bir həyat tərzləri var. Onsuz da keçmişdə Hind imperiyasının dağılması nəticəsində meydana gəlmiş bir toplumdur. 12-ci əsrdən sonra İslam mədəniyyətinə bir qədər meyl etsələr də, yanındakı Hindistandan heç vaxt tam qopmayıblar. Hətta 1900-cü illərdə Banqladeş coğrafiyası müsəlmanların şərqə, hindlilərin isə qərbə yönəldiyi bir bölgəyə çevrildi. Bu parçalanma 1991-ci ilə qədər davam etdi və ölkə ümumilikdə pis idarə olundu. Son 30 ildə biraz toparlanmağa çalışsalar da, tsunami, daşqın və zəlzələlər səbəbindən ayağa qalxa bilmədilər. Təbii ki, ölkənin inkişafdan qalmasının əsas səbəblərindən biri də əhali sıxlığıdır. Banqladeşdə rəsmi olaraq Benqal dili danışılır, lakin küçələrdə və meydanlarda düzənməli ingilis dilində danışanların sayı çox azdır. Bəziləri isə ingilis dilini öz aksentləri ilə danışdıqları üçün dediklərini başa düşmək çox çətindir. Üstəlik Banqladeş hökuməti rəsmi sənədləşmələrini və ticarət müqavilələrini öz dillərində yox, ingilis dili ilə aparır. Bura dünyanın ən kasıb ölkələrindən biridir. İnsanlar gündə $5 daha az maaş alırlar və onları izləyəndə işlərini çox bəsit və ilkin üsullarla etdiklərini görərsiniz. Ölkədə minimum əmək haqqı təxminən $95 bərabərdir. Bura dünyanın ən ucuz işçi qüvvəsi olan ölkələrdən biridir. Bəs sizcə belə bir şəraitdə beynəlxalq şirkətlər bu fürsəti qaçırarmı? Əgər mənim dünyaca məşhur bir markam olsaydı, məhsullarımı istehsal etdirmək üçün vergi və işçi xərclərinin aşağı olduğu ölkələrdə fabriklər tikdirərdim. Böyük şirkətlər də məhz belə ediblər. Banqladeşdə çox tanınmış markaların istehsal fabrikləri var və bu fabriklərdə hazırlanan məhsullar dünya mağazalarına göndərilir. Məsələn, Amerikada bir işçinin maaşı ilə Banqladeşdə 10-15 işçi işlətmək mümkündür. Digər tərəfdən paytaxt Dhakada gəzərkən qadın və kişi fərqi olmadan insanların başlarında yük daşıdıqlarını görürsüz. İnsanların yük daşımaq üçün çox vaxt vasitələri olmur və ağır əşyaları məcbur başlarında aparırlar. Bundan başqa küçələrdə başınızın üstündən keçən, bir-birinə dolaşmış onlarla kabel görmək mümkündür. Bu kabellər dirəklərə bağlanır və yəqin ki, telefon və internet xətlərinə aiddir. Təkcə bu görüntü ölkənin ən azı 50 il geridə qaldığını göstərməyə kifayət edir. Yollardakı hərəkət isə Vyetnam və Hindistandakı mənzərələri xatırladır. Küçələr demək olar ki, heç vaxt boş olmur və nəqliyyat daim hərəkətdədir.
Əgər diqqətsiz şəkildə yola çıxsanız, motosiklet və ya avtomobil tərəfindən vurulmaq ehtimalınız həddindən artıq yüksəkdir. Çünki Banqladeşdə nə yeraltı keçid, nə də üst keçid var. Ölkədə nəqliyyat isə 20-30 il əvvəlin köhnə avtobusları ilə həyata keçirilir. Bu avtobuslarda oturacaqlar adətən çirkli olur və ictimai nəqliyyat vasitələri həddindən artıq dolu olur. Ölkədə insanlar ümumilikdə gərgindir və asanlıqla əsəbləşirlər. Bunun səbəbi isə çox aydındır. Əhali sıxlığı həddindən artıqdır. Demək olar ki, hər küçə başında bir xaos hökm sürür və yaşadıkları həyat heç kimin arzulayacağı bir həyat tərzi deyil. Küçələrdə və bazarlarda gəzərkənsə hər küncdə səyyar təzgahlarla qarşılaşırsınız. Bu təzgahlarda adətən insanlar ərzaq məhsulları satırlar. Bunu etmələrində bir problem yoxdur, lakin vəziyyəti narahat edən əsas məqam təzgahların olduqca antisanitariya şəraitində olmasıdır. Təkcə piştaxtalar deyil, satış etdikləri ərazilər də olduqca pis vəziyyətdə görünür. Banqladeşin şəhərlərində gəzərkən çoxsaylı tikinti işlərinin aparıldığını da asanlıqla müşahidə edə bilərsiniz. Ölkədə əhali sayı davamlı artdığından yeni binaların tikintisinə ehtiyac duyulur. Yollar isə demək olar ki, həmişə toz torpaq içində olur və bu da insanların ağciyərləri üçün çoxsaylı xəstəliklərin yaranmasına zəmin yaradır. Əslində Banqladeşi Hindistanla Vyetnamın qarışığı adlandırmaq olar. Küçə və yol quruluşu nəqliyyatdakı sıxlıq, ucuz işçi qüvvəsi və küçə yeməkləri Vyetnamı xatırladır. Banqladeşdə cümə və şənbə günləri rəsmi tətil günləridir. Yəni Banqladeşdə həftə bazar günü başlayır. Bu səbəbdən cümə və şənbə günləri küçələrdəki sıxlıq dözülməz həddə çatır. Banqladeshlə bağlı ən utandırıcı məqamlardan biri də budur ki, ölkədə fahişəlik tamamilə sərbəstdir. Dövlət buna müdaxilə etmir və fahişəlik edənlərə qarşı heç bir cəza tədbiri tətbiq olunmur. Ölkədə yoxsulluq içində əziyyət çəkən, iş tapa bilməyən ailələr qız övladlarını oxudub cəmiyyətə qazandırmaq əvəzinə onları 13-14 yaşlarından fahişəlik bataqlığına sürükləyirlər. Hətta ölkədə bu işin görüldüyü müəyyən bölgələr var və orada bu məqsədlə fəaliyyət göstərən otellər yerləşir. Bu bölgələr artıq turist mərkəzinə çevrilib. Çünki ölkəyə gələn bəzi turistlər bu mühitə maraq göstərir və fahişəlik edilən məkanları ziyarət edirlər. Banqladeşdə bir qız fahişəlik sektoruna sürüklənməsə belə 15-16 yaşında mütləq şəkildə ərə verilir. Qız uşaqları hələ 18 yaşına çatmamış olsa belə saxta sənədlərlə yaşları böyüdülür və başlıq pulu ilə ailədən ayrılırlar. Bundan başqa Banqladeş dünyada savadlılıq səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. Bu ölkədə təhsil deyilən bir anlayış yoxdur. Hər 10 nəfərdən yalnız 3-ü oxuyub yaza bilir. Bunun nəticəsində də insanların ümumi mədəniyyət səviyyəsi çox aşağıdır. Şəhərlərdəki çirklilik isə bir o qədər çoxdur. Ölkədə hara getsəz küçələr zibildən keçilməz haldadır. Bu səbəbdən məncə harda yaşayırsınızsa, yaşadığınız ölkəyə şükr eləyin. Banqladeşdə gəzərkən sizi narahat edə biləcək başqa bir məsələ də var ki, bu bəlkə sadə bir detal kimi görünsə də həqiqətən insanın canını sıxa bilir. Məsələn, küçədə gəzərkən cinsiyyətinizdən asılı olmayaraq insanlar sizə davamlı narahat və israrcı baxışlarla baxırlar. Bu sadəcə cinsi mənada deyil, daha çox bu insandan necə faydalana bilərəm, pulunu necə alaram mesajı verən baxışlardır. Bəlkə də bəziləri turist görməyin marağı ilə baxır, amma məncə Banqladeşdə hətta tur bələdçinizə belə etibar etməyin. Gündə cəmi 3 dollara kölə kimi işləyən insanların olduğu bir ölkədə əmin olun ki, bir çoxu sizin pulunuzu almaq üçün əllərindən gələni edəcək. Əlbəttə sizi birbaşa soymağa çalışmırlar, amma əgər sifətiniz mən turistəm deyə bağırırsa, sizə gördükləri hər şeyə 3-4 qat baha qiymətə deyəcəklər. Buna görə də yanınızda bələdçi yoxdursa və bazar qiymətlərindən xəbərsizsinizsə, sizi aldatmağa çalışacaqlar. Bəs qısa müddətlik Banqladeşə gələn biri orada nə edə bilər? Banqladeşdə bir çox muzey və ibadətgah mövcuddur. Bu binalar keçmiş Hind imperiyalarından və ölkənin qurucu şəxsiyyətlərindən qalma tarixi abidələrdir. Muzeylərə giriş isə əlbəttə pulludur və girişdə yerli xalqla turistlər üçün fərqli qiymətlər tətbiq olunur. Təxmin etdiyiniz kimi turistlər daha çox pul ödəyirlər. Əgər İtaliyaya getməyə imkanınız yoxdursa və ya viza ala bilmirsinizsə, Banqladeşdə də Venesiya kimi qayıq turları mövcuddur. Yerli sakinlər öz qayıqları ilə turistləri çaylarda gəzdirmək və bu yolla pul qazanmaqla məşğuldular. Banqladeşdə fahişəlik qanuni olduğu halda alkoqol qadağandır. Kiçik yaşlı uşaqların bazarda satılması problem sayılmır, amma
içki içmək cəmiyyət qaydalarına zidd hesab olunur. Əlbəttə, alkoqol mütləq bir şey deyil, lakin bu ölkədə hansı sosial məsələlərə önəm verildiyi baxımından ciddi bir balanssızlıq hiss olunur. Nəticə etibarilə Banqladeşdə mağazalarda qanuni şəkildə spirtli içki satışı yoxdur. Əgər müsəlmansızsa, heç olmasa yeməklərdə donuz əti olub-olmamasından narahat olunmursunuz. Çünki Banqladeşdə donuz əti yeməklərdə istifadə olunması qadağandır. Sizə ən çox məmnun edəcək məsələ isə qiymətlərin son dərəcə sərfəli olmasıdır. Banqladeşdə həyat ucuzdur, lakin nə qədər sağlam və təmiz olduğu mübahisə mövzusudur. Başqa bir maraqlı cəhət isə odur ki, xarici olduğunuzu görəndə insanlar dərhal ətrafınıza yığışır. Sizinlə əl sıxmaq, foto çəkdirmək istəyirlər. İnsanların ətrafınıza toplaşdığını görəndə özünüzü vacib biri kimi hiss eləyir və bu sizi xoşbəxt eləyir. Əslində Banqladeş son illər dünyada ən sürətlə inkişaf edən 5 ölkə arasında göstərilir. İqtisadi analiz şirkətləri Banqladeşin batmaqda olan yox, əksinə əhalisinin çoxluğunu müsbət şəkildə istifadə edərək sürətlə zənginləşəcək bir ölkə olacağını deyirlər. Ölkədə təhsilli insanların çoxu da buna inanır və turist görəndə ölkələr haqqında müsbət şeylər danışırlar. Buna baxmayaraq 166 milyon əhalisi olan Banqladeşdə bir çox insan çətin şəraitdə dolanır. Rəsmi qeydiyyatda olmasa da təxminən 5 milyon insanın evsiz olduğu məlumdur. Bu qədər evsizi cəmiyyətə qazandırmaq və faydalı vətəndaşa çevirmək əlbəttə ki, asan deyil. Evi olanlar belə adətən çox pis şəraitdə yaşayırlar. Tozun, kirin içində, gecəqondu şəraitində. Hətta bəziləri gecəqondu da sayılmaz. Sadəcə plastik örtüklər altında yaşayırlar. 4 divarlı ev belə yoxdur. Nə tualetləri, nə də yuyunacaq yerləri var. Bu insanlar yeməklərini bazarlarda yerə düşmüş və ya zibillərə atılmış qalıqlardan tapırlar və uşaqlarına yedirdirlər. Pulları olmadığından qatarlara minmək üçün onların üstünə və ya pəncərələrindən içəri atlayırlar. Hətta ölkənin bəzi hissələri müharibədən çıxmış ölkəni xatırladır. Ən qəribəsi isə odur ki, Banqladeşdə təxminən 1 milyonluq çox kiçik bir təbəqə qalan 165 milyon insanla qat-qat lüks həyat yaşayır. Görünür ölkənin olan qalan sərvətini də bu insanlar istismar edirlər. Banqladeş ümumilikdə dünyada yaşamaq üçün ən çətin ölkələrdən biridir. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.